Dünyanı sevgisiz böyüyen uşaqların davası məhv elədi. Çox yaxşı sözdür. Araşdırsınız o qəddar adamların, dünyanı bir-birinə vuran adamların əksəriyyəti sevgisiz böyüyenlərdir. Sevgi üzünə həsrət olanlardır. Sevgi və ədəb proqramla böyüdə uşağı, proqramla. Ümumiyyətlə insan adlı varlıq proqramsız, nizamsız yaşamamalıdır. Əgər bir insanın həyatında nizam yoxdursa, bütün günü Allah'tan danış, xeyri yoxdur. Xeyri yoxdur. Allah eləməsin, bəzən də marağı ilə toqquşanda dana da bilər Allah. Səbəb sadədir, nizamsızdır. Nizamsız adam, intizamsız adam nə qədər Allah haqqında danış, ağır gələcək ona icrası. Ağır gələcək, çünki öyrəşməyib, özünü nəyəsə vadar eləməyə öyrəşdirməyib özünü. Bu insan Allah'ın əmrlərini də icra eləyəməyəcək. Keyfiyyətsiz eləyəcək eləsə də.